الحمد لله الذي لا يبلغ مدحته القائلون ولا يحصى نعماءه العادون ولا يؤدي حقه المجتهدون الذي لا يدركه بعد الهمم ولا يناله غوث الفتن ثم الصلاة والسلام على سيدنا ونبينا ومولانا أبي القاسم محمد اللهم صل على محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين المنتخبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، فبسم الله وبالله ثم بذكر ولي الله. اللهم كن لوليك حجة ابن الحسن صلواتك عليه وعلى في هذه الساعة وفي كل ساعة وليا وحافظا ومارنا وناصرا ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها وهب لنا رأفته ورحمته ودعاءه وخيره. اللهم عجل لوليك الفرج. Məzhəbin rəisi, adımız adına bağlı olan şəxsiyyət İmam Cəfər-i Sadiq əleyhissalatu vəssalamın hüzünlü, qəmli, qəmnak, qüssəli şəhadəti ilə əlaqədar sərvəri aləm Həzrəti Bəqiyyətullahil Əzəm İmam Mehdi Sahib-əz-Zaman Əccalallahu Teala Fərəcəhu Şərifə başsağlığı ərz edirik və saniyən siz möhtərəm əzizlərə başsağlığı ərz edirəm. Allah Təbarəkə və Teala bizi onun müqəddəs və əzəmətli şəfaətindən uzaq salmasın inşallah. Mütəal Allah bu dünyada ziyarətin bizə nəsib eləsin. Ağamız İmam Cəfər-i Sadiq əleyhissalatu vəssalam hicrətin 83-cü ili Mədinə şəhərində dünyaya gəlib, Şəvval ayının 25-in şəhadətə qovuşub. Mübarək səadətli mövludu Rəbiül Əvvəl ayının 17-sidir. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmlə eyni gündədir. Biri rəis-i İslamdır, digəri rəis-i məzhəb. Bunlar təsadüf ola bilməz, eyni dünyada, eyni gündə təvəllüd olsun. Hicrətin 148-ci ili Şəvval ayının 25-i 65 yaşında şəhadətə qovuşub. 12-ci imama qədər məsumlar arasında ən çox yaşayan imam İmam Cəfər-i Sadiq əleyhissalatu vəssalamdır. Mənsur Dəvaniqi Lənətullahi Teala əleyh zəhərli üzümü ona yedizdirməklə şəhadətinə səbəb olub. İmam Sadiq əleyhissalatu vəssalam Şiə camiyyəsinin eyni zamanda bütün camiyələrin elm sahəsində xüsusi seçilmiş ağsaqqallarından hesab olunur. Ümumiyyətlə alimlər, xüsusən Avropa alimləri, Avropa şərqşünasları, belə deyək, qərb şərqşünasları İmam Cəfər Sadiq əleyhissalatu vəssalam haqqında deyirlər ki, o xüsusi ən yüksək səviyyədə möhtəşəm xarakterizə olunmuş insanlardandır. Yəni onun həm dünyəvi elmə verdiyi bəhrələri, həm İslama ötürdüyü bəhrələr fövqələdədir və illərlə üzərində işlənilməlidir. İmam Sadiq əleyhissalatu vəssalamın imamətinin 10 ili Mənsur Dəvaniqinin xilafəti vaxtına düşüb. Bilməyiniz üçün deyirəm, möhtərəm canlar, bu Mənsur əvvəl dilənçi olub, qapı-qapı gəzib, cəmaatın puluna göz dikib, yəni pul dilənirmiş.
Bəni Haşimin qəbilə və məhəllələrində şiyələr yaşayan məntəqələrdə əl açıb deyirmiş. Özdə görün necə dilənirmiş ki, da bu sözü eşidən istər-istəməz ona köməklik göstərirmiş. Deyirmiş, Əkrimuni əla məhəbbəti əmiril müminin Əli ibn Əbi Talib. Mənə ikram eləyin, mənə kömək eləyin, mənə yardım eləyin, əmirəl müminini olan məhəbbətə xatir, sevgiyə xatir. Bunun qarnını şiyələr doyurdular. Lakin hakimiyyət ona yetişəndən sonra şiyələrin başını oynaçıb 2500 nəfər şiyə qətli var onun ayağında. Ki tikdirdiyi divarlar, sarayların divarlarına hörüb o şiyələri, seyyidləri. 2 dənə sarayı var idi. Biri qırmızı saray, biri yaşıl saray. Yaşıl sarayda özü qalırdı. Qırmızı sarayda isə bu qətliamı yerinə yetirirdi. İmam Sadiq əleyhissalatu vesselamı 17 dəfə gətizdirib saraya. Hər dəfəsində İmam Sadiq əleyhissalama deyirdi ki, and olsun Allaha səni öldürərəm və and olsun Allaha sizin nəslinizdən bir nəfəri sağ qoymaram. Möhtərəm əzizlər, bu qaydacıyam bu söhbətə, amma sizlər hər biriniz İmam Cəfər Sadiq əleyhissalatu vesselam haqqında məlumat sahibi olun, öyrənin. İmam Sadiq əleyhissalatu vesselam xüsusi şəxsiyyətdir. Əimmə arasında, 12 imam arasında onun yerinə yetirdiyi fəaliyyətlər heç nə ilə əvəz olunmaz fəaliyyətlərdir. Çox fövqəladə, möhtəşəm, diqqətləri xüsusi özünə cəlb edən bir məsələdir. Bu qədər məsələləri üzə çıxartması, hədisləri, məhv olmaqda olan hədisləri, ondan sonra saf çürük edilməsi xüsusunda İmam Cəfər Sadiq əleyhissalam möhtəşəm işlər görüb. Söhbət irəlilədikcə bəzi mətləblərə toxunacağam, lakin bir dənə bunu deyim ki, İmam Cəfər Sadiq əleyhissalatu vesselamın dövründə elm, şiyəlik, bu məzhəb o qədər möhtəşəm şəkildə inkişaf elədi ki, artıq şiyə yox, Cəfəri deməyə başladılar şiyələrə. Yəni gör hara çatdı, nə həddə qalxdı ki, artıq şiyə yox, Cəfəri. Əli əleyhissalamın şiyəsini görəndə dedilər Cəfəri. Yəni bunu bu qədər necə deyim, necə möhtəşəm, necə fövqəladə fəaliyyətlərlə məşğul oldu ki, artıq şiyəni görəndə Cəfəri deyirdilər bu həddə. Fərq eləməz Cəfəri olasan, ya inki şiyə olasan, eyni məfhuma qulluq eləyir. İndi bəzi adamlar var da, sözlə dava edən adamlar var, onların ağlı əlhəmdülillah turşuyub. Demək, möhtərəm canlar, keçmişi mütləq şəkildə öyrənib yadda saxlamaq lazımdır. Keçmiş unudulmamalıdır. Bu Əbbasilər hakimiyyət çəkişmələrinə başlayanda, xalqı ayağa qaldıranda, qiyam eləyəndə bayraqlarında Ya Ləsaratil Hüseyn yazılmışdı. Bu Əbbasilər. Yəni, hardadır İmam Hüseyn əleyhissalatu vesselamın axıdılan qanının intiqamını alanlar. Qiyam eləyəndə İmam Hüseyn əleyhissalatu vesselamın adından istifadə eləmişlər. Belə şeyləri gərək unutmayasınız, yadınızda saxlayasınız ki, keçmişin unutmayan, gələcəyin möhtəşəm qura bilər. Bəsirətsiz adamlar, sadölöv adamlar, hamısı bunlara inandılar, qoşuldular bunlara. Bunlarla bir zamanda mübarizəyə və qiyama qalxdılar. Neçə dəfə İmam Cəfər Sadiq əleyhissalatu vesselama xüsusən Əbu Muslim Xorasani məktub yazdılar bunlar ki, düşmənlərimizi məhv etməyə qalxmışıq. Gəlin siz də qoşulun bizə. Təbii ki, imam da qoşulsaydı, gönlə boyda kütləsi olacaqdı onların. İmam əleyhissalam onların heç bir məktubuna cavab vermir, heç nə. Buyurdu, bu onların fitnəsidir. İmam Hüseynin adından istifadə edirlər əleyhissalam. Sonra elə Bəni Üməyyənin etdiyini edəcəklər. Yaxşı qulaq asırsınız möhtərəmlər. Özlərin o qədər ziddi Bəni Üməyyə göstərdilər bunlar ki, hətta Hişam İbni Əbdülməliki qəbirdən çıxardıb sümüklərini yandırdılar. Yəni, bunlar belə dəhşət Bəni Üməyyə düşmənidirlər də. Və Bəni Üməyyə düşməni olmaqlarının səbəbini də Əhl-i Beyt əleyhissalama onların etdikləri zülm belə nişan verirlər ki, buna görə biz Bəni Üməyyə ilə düşmənçilik edirik. Lakin özləri iş başına yetişəndən sonra şiyə başçıların, alimlərin, seyyidlərin öldürdülər. Seyyid alimləri qətlə yetirdilər. Bu işləri xalqdan gizlədirdilər. Aşkara çıxanların da adın
yatdı, durmadı. Məsələn, belə adım belə qoydular. Məsələn, xəstəliyi var idi, yıxıldı, öldü. Yalanları ilə cəmaata çatdırırdılar, amma özləri qətlə yetirirlər bunların hamısını. Ali Əli əleyhissalama heç yerdə iş vermədilər. Təsəvvür edin, Əhl-i-Beyt əleyhissalama mənsub olan çox çətin bir məsələdir. Düzdür, qayıdacağam İmam Cəfər Sadiq əleyhissalatu vesselamın fəaliyyətlərinə, amma görün nə hala saldılar Peyğəmbər ailəsinə. Ali Əliyə heç yerdə iş vermədilər. Fatimə balaları salamullah əleyha nəslindən olanları müflis vəziyyətə çatdırdılar. Bax, yazılan budur. Bax, o yerə çatdırmışdılar ki, inan adamın ürəyi parça-parça olur. Gör, nə çətin zaman olub. Bir neçə Seyyidə xanım bir-birlərinin çərşabı ilə namaz qılırdılar növbə ilə. Yəni, o həddə çatdırdılar. Bilən, bunların çərşabları yox idi ya. Yəni, başlarını atıb namaz qılmağa və ya əynini atıb bayra çıxmağa çərşabları yox idi. Bir-birlərinin çərşabı ilə növbə ilə namaz qılırdılar. İmam Sadiq əleyhissalatu vesselamın nəvələri qapılarda fəhlə kimi işləyirdilər. Əhl-i-Beyt balaları fəhlə kimi işləyirdilər. İmam Sadiq əleyhissalam buyurur, baxız bir dənə buna, məsciddə cəmaat yığışırdı, bizi barmaqla göstərirdilər. Nələr çəkib gör İmam Sadiq əleyhissalatu vesselam. Gör, bunlar nə ediblər Əhl-i-Beytin əzəmətli nümayəndələrinə. Biz sakit dayanırdıq, yəni təqiyyə edirdik də, onlar aşkar eləyirdilər. Bəzi şiyələri deyir, aşkar eləyirdilər. Buyurur, nə qədər mətləblərin üstünə pərdə çəkirdik, bəziləri aşkar edirdi. İmam əleyhissalam buyurur, xilafət dairəlilərin yola verə-verə 4000 tələbə mühəddis yaydım dünyaya. Xilafəti yola verə-verə 4000 mühəddis yaydım dünyaya. Bu çox mühüm bir iş idi, ay möminlər. Ümumiyyətlə, dərs demək, dərs keçmək. Bu xüsusda sizdə həssas olun, özünüz dərs oxumaqla və ya dərs oxuyanlara kömək etməklə, dəstək olmaqla çox mühüm bir şeydir, mömin. Çox mühüm bir şeydir. Bu, müqəddəsatı diri saxlayacaq, bu dinin aradan getməməyinə səbəb olacaq. 5 nəfər insan maariflənə dindən və 5 gedə 5 məntəqədə iş görə and olsun Allaha və bunda da sənin payın olar, köməyin olar, dünyava da bəsdə, axirətivə də bəsdə. Ki, bunlar iş görəcəklər, fəaliyyət göstərəcək. 4000 nəfər, böyük şəxsiyyətlər, cavanı var idi, yaşlısı var idi. Hişam kimi tələbə vardı, 17 yaşı vardı məclisə girəndə, İmam Sadiq əleyhissalam özü dururdu ayağı ona. Onun ayağına dururdu ki, onun elədiyi debatlara görə, münazirələrə görə, qulaq asırsan, onun elədiyi o əqidəni, həqiqətləri diri saxlamasına görə məhv eləyirdi Əhl-i-Beyt əleyhissalama zidd olan insanlarla mübarizədə elə çıxışlar edirdi, elə danışırdı ki, onları məhv eləyirdi. Biharul Ənvar möminlər, ən möhtərəm, gözəl əsərlərimizdən biridir ki, Allah onun ruhunu şad eləsin, Əllamə Məclisinin məqamını Allah, Əlallah məqamə 110 cilddən ibarətdir, 63 cildi ancaq İmam Cəfər Sadiq əleyhissalatu vesselamın hədisləridir. 63 cildlik kitab, hədis təsəvvür edirsiniz, İmam Sadiq əleyhissalam neyniyib, nə qovğa edib. Bu, həmin təqiyyələrin nəticələridir. Ay möminlər, diqqətli olaq, ayıq olaq, işimizi bilən olaq, gizliliklə iş görmək, fəaliyyət göstərmək, ağızlara qıfıl vurmaq imamlarımızın ən əsas silahları idi. Bunları yadda saxlayın və çalışın, üstündə bunların düşünəsiz. İmam Sadiq əleyhissalatu vesselam möhtəşəm təqiyyəsi ilə məktəb açdı. Bütün elmləri orada tədris elədi. Gizli qalmış və qadağan edilmiş bütün hədisləri çıxartdı ortaya. 4000 əllamə, onlar heç biri kiçik səviyyəli alimlər deyildilər. 4000 əllamə yetişdirəsən və İslam coğrafiyasına yayasan ki, onlar iş görəcəklər. Onlar vəzifələrin bilinmiş insanlar idilər, o 4000 nəfər insan. İşlərini bilən adamlar idi. Qoy tez bir dənə haşiyə çıxım. Elə sizə də bir-iki dəfə deyəsən danışmışam. Əbülhəsən İsfahani rəhmətullahi teala əleyh xəbər verir. Bilirsiniz, Əbülhəsən İsfahani o qədər əllamə, ələm, fəqih olub ki, bir aydın məsələdə bunu elə yaşlı adamlardan da qalsa, köhnə təqlid edənlərdən hamı bilir ki, o fəqih dövründə o qədər əzəmətli, seyyid, alimliyi ilə yanaşı təqvası o qədər yüksək olub ki, digər fəqihlər onun hörmətinə risalə verməyiblər. Birisi nə deməkdir?
Bir əsr olur, orada bir fəqih olur, başqa müştehid olmur. Bir nəfər müştehid olub. O da Seyyid Əbu Həsən İsfahanidir. Bir nəfər müştehid, bir nəfər. Müştehid olub ha, müştehid olmayıb söhbəti getmir. Amma risalə verməyiblər, ehtiramını saxlayıblar. Ələmliyi, elmi, təqvası, hamısı əxlaqi xüsusiyyətləri, hamısı yüksək səviyyədə. Dövrün şahları, riyasət mənsəbli insanlar ayaqlaşırdılar ondan, məsləhətə gəlirdilər. O da onlara vaxt təyin edirdi məsələn. 3 dəqiqə vaxtım var. Şah gəlsə məsələn. Bax belə bir fəqih olub. Bir gün gəl bir yaşlı qoca kişi təşrif gətirir dəftərxanaya. Deyir, Seyyidə deyin, mən ondan görüşmək istəyirəm. Dəftərxanada da təbii ki, alim uləma olar, böyük alimlər olar. Bunlar deyirlər ki, dayı, əmi, biz sənin qulluğunda yox. Nə əmrin var, buyur, xidmətimə yetişək. Və Seyidi narahat eləməyək. Nə istəyirsən deyin. Bu deyir ki, yox, mənim işim. Seyyid nədir, mənim sizlə nə işim var? Bir deyir, iki deyir, əla, əyyi halin səslə gedir, axır, gedirlər, deyirlər. Seyyidə deyirlər ki, filan məntəqədən bir nəfər kişi gəlib, səninlə görüşmək istəyir. Eşidən kimi qalxır ayağa. Hərasan vəziyyətdə. Hərasan vəziyyətdə, yeyin şəkildə, qaça-qaça yəni, tünd sürətlə qaçır qapıya, basır bunu bağrına, qucaqlayır. Ondan gətirir, rahatlığını təmin edir, yeməklər, nə bilim, yer salmaq və s. Qonaq saxlayır neçə gün, ondan sonra da ötürür, paypı işlə qoyur, ondan sonra göndərir. Soruşurlar, kim idi bu? Deyir, bu mənim tələbə yoldaşım olub. Bir şəxs idi ki, çox istedadlı adam idi. Günlərin birində dedi ki, mən oxumuram, mən gedirəm təbliğə. Dedi, aton yaxşı, aman yaxşı, öz dilimlə deyirəm. Sən bu cür nə istedadlı insansan, bu cür böyük dərəcələrə gəlib çata bilərsən. Deyir, qulaq asmadı, bizə getdi. Getdi bir şəhərə, indi yayın ki, qəsəbəyə, küçədə qala-qala. Cəmaat bayra çörəklərin qoyarlar, ha, belə. Onları yiyə-yiyə. Xalqdan xahiş elədi ki, uşaqlarınızı verin mənə, dərs deyim onlara. Quran dərsi ilə başladı və əlbəttə Əhli Xilaf məntəqəsinə gedib. Qulaq asırsınız, söhbət burasındadır. Əhli Xilaf məntəqəsinə gedib. Bunlara Quran dərsi keçə-keçə Əhl-i Beyt maarifin, əxlaqın, ədəbin, elmin, irsin ötürür. Valideynlər görürlər ki, uşaqlar dəyişiblər 180 dərəcə. Mömin olublar, ədəbli olublar, əxlaqlı olublar. Nur olublar, nur. Qərar alırlar ki, biz də gedək bu kişidən dərs alaq. Bütün kəndi yavaş-yavaş qəsəbəni, ondan sonra bütün şəhəri bir canı ilə döndərib eləyir Əhl-i Beyt tərəfdarı. Bir canı ilə. Əbu Həsən İsfahani deyir, bax, iş budur. Xidmət budur. Biz danışırıq, bu amma əməl edib. Ona görə deyirəm, 4000 əllamə yetişdirib və İslam coğrafiyasına yerləşdirib ki, bunların sabah işləri var idi, qoruyub saxladılar. Özü də İmam Sadiq əleyhissalatu vəssalamın o gözə çarpan fəaliyyətlərindən biri budur ki, tələbələr arasında istedadları təyin edirdi, sonra onu o sahədə inkişaf etdirirdi. Birini təfsirçi edirdi, birini mühəddis edirdi, birini məsələn kimya elminin banisi Cabir ibn Həyyan istedadlarına uyğun onları inkişaf elətdirirdi. Bir dənə salavat deyək Peyğəmbərə. Allahümmə səllə İnsanın ürəyi qabar bağlayır ki, onun fəaliyyətini biraz heç olmasa başa düşəydim. Onun yerinə yetirdiyi işi başa düşəydim. Adamın ürəyi qabar bağlayır bunun üçün ki, onun mənim boynumda nə haqları var, onu biraz anlayaydım. Onu biraz başa düşəydim ki, onun mənim boynumda nə haqları var. İmam Cəfər Sadiq əleyhissalam, bilirsiniz. Nuh ömrü yaşasaq, biz anlaya bilməyəcəyik də bu Əhl-i Beyt əleyhissalamın bizim haqqımızda olan, bizim boynumuzda olan haqlarını, bizim üçün elədiklərini, özlərinin fəaliyyətlərini. Nuh ömrü yaşasaq. Ürək partlayar, amma tab gətirə bilməz, qutarar, amma yarımçıq qalar. Hamısı yarımçıq qalar. Heç nəyə gedib çatmaz adam. Baxınız, görün İmam Sadiq əleyhissalam, bax, bir neçə şeyə toxunacağım. Bu toxunduğum bildiyiniz şeylər deyə, bilmədiyiniz şeylər deyil. Amma sadəcə bilmirsən ki, bunu sənə İmam Sadiqdən qalır əleyhissalam. Bu ya İmam Sadiq əleyhissalamın yadigarıdır, onu bilmirsən. Bax, biri budur, Kərbəla bəhsi. Möminlər,
Nə qədər aşiqliyiniz var Kərbəla haqqında, ləzzəti var ürəyinizdə, darıxmağınız var Kərbəla üçün, aşiqsiz Kərbəlaya, teşnəsiz, Kərbəlaya aid mövzular, türbətindən tutmuş, ziyarətindən tutmuş, fəratından tutmuş, hər bir şeyindən də nə qədər məlumatınız var, nə qədər məhəbbətiniz var. Bu sizə İmam Sadiq əleyhissalamın hədiyyəsidir. İmam Sadiq əleyhissalamın səyləridir. Kərbəla haqqında 3000-dən yuxarı hədis var İmam Sadiq əleyhissalatu vesselamdan. O dirçəldi, bunu ötürüb sənin ürəyinə. İş görüb, toxumu atıb, bilib ki, yərləri çıxacaq, vaxtı çatacaq, onların ürəyində bu toxumlar düzələcəklər. İmam Sadiq əleyhissalamın yadigarıdır. Sonra ziyarətin özü, nə qədər hədis var ziyarətin özünün haqqında. Özünün ziyarət edənləri dua eləməsi barədə. İmam Sadiq ağanın özünün ziyarət edənləri dua etməsi haqqında. Bilirsiniz neçə mətin duası var ağanın. Axırda məsələn Allaha əmanət kimi tapşırır Kərbəlaya gedənləri. Siz altından çıxa bilərsiniz bu məfhumun. Allah həmişə qismət eləsin. Özü dua eləyir, deyir ki, əstəvdi'kə. Bax belə də elə inşallah səhv demirəm. Əstəvdi'kə tilkəl əbdan. O bədənləri sənə əmanət verirəm deyir Allaha. İmam Sadiq əleyhissalam deyir. Bu bədən var ha, bu bədən. Gedib İmam Hüseyin ağanı ziyarət eləmək, deyir bunları mən sənə əmanət verirəm. Allaha deyir. Əmanətin məfhumunu, mahiyyətini xəlq edən elə Allahdır da. Təhvil verən kimdir, təhvil alan kimdir. Bilirsiniz, qara geyinmək. Nə qədər hədis deyib əzadarlıq, əza günlərində qara geyinmək, əza məclislərində qara geyinmək haqqında. Zəvvara təam vermək. Bunlar hamısı İmam Sadiq əleyhissalamın yadigarıdır bizə. Zəvvara təam vermək, əzadarlara yemək vermək, ehsan vermək, lətmə vurmaq, ayaq yalın, baş açıq əzaya getmək. Bunlar hamısı İmam Cəfər Sadiq əleyhissalamındır ya. Fikir vermişsiniz, fəqihlər xüsusən yox elə hamısında. Fəqihlər, məsələn, Şeyx Vəhid Xorasani, Həfəzəhullah, ondan sonra Ayətullah Milani, Ayətullah, Allah rəhmət eləsin, Safi Gülpayqani, Ayətullah, Allah rəhmət eləsin, Mirzə Cavad Təbrizi, indi Ayətullah Yəsribin özü, o birisi Ayətullah Sibəvey, qoca yaşlı kişilər, əza günləri, ayaqyalın onların hərəmə hərəkət eləmələr. Bunlar kimin feilini icra edirlər? Onlara bu yadigar hardan idi? İmam Cəfər Sadiq əleyhissalam özü eləyirdi. Özü ayaq yalın çıxırdı. Və digər işlər bunları bilib əməl eləməkdə İmam Sadiq əleyhissalatu vesselama borcluyuq. Təsəvvür edin, İmam Baqir əleyhissalatu vesselam təzə başlayırdı xas insanlara İmam Hüseyin əleyhissalatu vesselama ağlamağın savabını deməyə. Hələ təzə başlayırdı. Ta ki hazırladı bu cemaatı, verdi İmam Cəfər Sadiq əleyhissalatu vesselam ki, mən bunu hazırlamışam, axırlar İmam Hüseyin əleyhissalatu vesselama ağlamaq bilirlər, ağlamaq istəyirlər, ağlayan olurlar. Təhvil verdi İmam Sadiq əleyhissalama. İmam Sadiq başladı, nə başladı? Qovğa elədi. İmam bir dəfə Küfəyə gedir, görür bir dəstə qadın, kişi, uşaq harasa gedirlər, yaxınlaşır, ədəb-ərkanla yaxınlaşır. Əla-əyyəli məlum bilir də hara gedirlər. Ədəb-ərkanla yaxınlaşır onlara, soruşur hara gedirsiniz. Deyirlər, Nuridu ziyarətəl Hüseyin aleyhissalatu vesselam. İmam Hüseyin ağanı ziyarət eləməyə gedirik. İmam buyurdu, piyada gedirsiniz. Dedilər, bəli, piyada gedirik. İmam buyurdu, yolda mənim bibilərimi, balaca qızları, uşaqları, babam Səccadı yada sala gedin. Dedi, bax, sizin ayaqlarınız açıqdır, əlləriniz yanınızdadır. Onların əllərində, ayaqlarında zəncir var idi. Siz rahat gedirsiniz, onlar belə getdilər. Onlara danışırdı. Siz sağ-salamat, rahatlıqla gedirsiniz, onları döyədib aparırdılar. Bunları deyir onlara, danışır. Yəni gedəndə bax gör, necə gedirsən, necə ziyarət edirsən. İmam Sadiq əleyhissalam deyir, özü gəldi, çatdı Fəratın yanına. Baxdı çaya, gözləri doldu. Dedi, sən hələ də axırsan. Necə qurumadın sən ey Fərat, səndən bir qurtum vermədilər mənim cəhdimə. Başladı ağlamağa, Rozə dedi. Ona görə də sünnə qoydu bunu eləməklə. Fəratı gördün, Rozə oxu. Fəratı gördün, zikri müsibət elə. Sünnə qoydu, görsən, sünnə elədi bunu. Fəratı görəndə ağlamaq, Rozə demək.
ey fəraatın suyu, şərməndəyə dövran olasan. Əhl-i sünnətin 35 alimi İmam Cəfər Sadiq əleyhissalatu vəssalamın tələbəsidir. Buxari İmam Sadiq əleyhissalamın müasiri olub. Lakin bir dənə hədis belə İmam Sadiq əleyhissalamdan deməyib, nəql eləməyib. Şəblənci deyir, İmam Sadiq əleyhissalamın fəzilətləri saymaqla bitməz. Bir təbib Hindistandan gəlmişdi, möminlər. Yorulmursunuz da inşallah. Zındıq idi. Yəni əslən Allahı qəbul etmirdi və bundan da mübarizə aparırdı. Hadisə baş verir Mənsurun sarayında. Bu Hindistanlı həkim. Hindli təbib İmam Sadiq əleyhissalama deyir, ey Əbu Əbdillah, sənə bir şey öyrətməyimi istəyirsən? İstəyirsən sənə nəsə öyrədim bu tibdən falan? İmam buyurdu ki, xeyr, çünki məndə olan elm səndə olandan üstündür. Səndə olan elmdən çoxdur. Hindli soruşdu, nədir elə? İmam əleyhissalam buyurdu, mən istini soyuqla, soyuğu isti ilə, nəmliyi quruluqla, quruluğu nəmişliklə dəva edir və şəfanı Allahdan istəyirəm, umuram. Mən Allah Rəsulunun demiş olduqlarından istifadə edirəm, bilirəm ki, mədə xəstəliyin mərkəzi, pəhriz isə əlacın özüdür. Bax, bunun üstündə bugün alimlər işləyir. Mədə xəstəliyin mərkəzidir, pəhriz isə ən böyük əlacdır. Oruç tutmağın özü ilə neçə növ xəstəliklərin sağalmasından danışırlar. Hindli təbib deyir ki, bəli, tibb belə budur, başqa bir şey deyil. İmam buyurdu, elə bilirsən bunları kitablardan oxumuşam. Hindli dedi, bəli. İmam buyurdu, Allaha and olsun, bunları Allahdan əxz etmişəm. Sonra imam buyurdu, tibb elmindən sən daha çox agahsan, yoxsa mən? Hindli dedi, əlbəttə mən agaham, mən daha çox agaham. İmam dedi, soruşum. Dedi, soruş. Allah hidayət etsin. Amin. Hindli dedi, soruş. İmam Sadiq əleyhissalam soruşdu. Ne üçün başda bir neçə sümük var və bir-biri ilə birləşik haldadır? Yadınızda saxlayın. Bunları, cavabları da eşidəsiniz. Təbib dedi, bilmirəm. İmam Sadiq əleyhissalam dedi, niyə saç başın üstündə bitir? Təbib dedi, bilmirəm. İmam əleyhissalam soruşdu, ne üçün alnında tük bitmir? Təbib dedi, bilmirəm. Hindistanlı təbib. İmam dedi, ne üçün alında xət və cizgilər var? Təbib dedi, bilmirəm. İmam əleyhissalam soruşdu ki, ne üçün qaşlar gözlərin üstündədir? Təbib dedi, bilmirəm. İmam Sadiq əleyhissalam soruşdu, ne üçün burun iki gözün arasındadır? Nə möhtəşəm cavablar verib. Təbib dedi, bilmirəm. İmam Sadiq əleyhissalam soruşdu, ne üçün kişilərin saqqalı var? Təbib dedi, bilmirəm. İmam soruşdu ki, ne üçün əllərin içində tük yoxdur? Təbib dedi, bilmirəm. İmam soruşdu, ne üçün qaraciyər əyri şəkildədir? Təbib dedi, bilmirəm. İmam dedi, mən isə bu sualların cavabını bilirəm. Hindistanlı təbib dedi ki, onda buyur, denən onların cavabı. İmam buyurdu ki, kəllə sümüyü bir neçə hissədən ibarətdir. Kəllənin ortasının boş olması üçün həmin sümüklərin arasında aralar var. Əgər bu aralar olmasaydı, o zaman kəllə sümüyü sınmağa daha çox yaxın olardı. Nəticədə həmin sümük aralarının səbəbindən kəllə sümüyü tez sınmaqdan uzaqdır. Yəni sınmır. Tüklərin başın üzərində bitməsinin səbəbi içlərində olan borular beynə birləşməsi ilə ona yağ ötürməsinə görədir. Bu saçı görürsən, bu nazik tükün arasında boru var, beyinlə əlaqəlidir. Təsəvvürünüzə gətirin. Bu tükün içində boru var. Tükün qıraqlarından buxar çıxır. Bununla da beynə daxil ola biləcək isti və soyuğun qarşısını alır. Alında tük olmamasının səbəbi gözə nurun ötürülmə alın, yəni gözə nurun ötürülmə mənbəyidir deyədir. Yəni işığı və ya enerjini alıb gözlərə ötürür. Alında xətlərin və qırışların olmasının səbəbi insanın ifraz etdiyi tərin gözə süzülməməsinin qarşısını alması üçündür. Gözə süzülməsin və axsın geçsin. Gözə mən bayaqdan tərcihirəm, amma gəlib gözümüzə düşmür. Qaşların gözlər üzərində qərar verilməsinin səbəbi işığı lazım olan qədər gözlərə çatdırmasıdır. Bu qaş olmasa, təsəvvür elə ki, işıq o qaş səbəb olur, kölgə yaransın gözə.
Gözə kölgə yaranmaqla işığı tənzimləyir ki, çox daxil olmasın adamın gözünə işıq. İmam buyurur. Burunun iki gözün arasında olmasının da səbəbi işığı bərabər səviyyədə bölməkdir. İşıq bərabər səviyyədə. Sağ gözə çox işıq, sol gözə az işıq çatmasın. Bərabər səviyyədə çatsın. Əgər burunun dəlikləri yuxarı tərəfdə olsaydı, o zaman nə beyindən xəstəlik çıxar, nə də ki, beyinə hava çatmazdı. Kişilərdə saqqal qərar verilməsinin səbəbi zahiri görünüşdə kişinin qadından seçilməsi üçündür. Bir hədisdə də var ki, əgər kişilər saqqallarını qıxsalar, artıq biri-birlərinə məhəbbət edərlər. Allah iraq eləsin. Əgər əlin içində tük olsaydı, insan toxunduğu şeyi hiss etməz və tanıya bilməzdi. Lamisə daxil. Qaraciyərin əyri və ya ortasının boş olmasının səbəbi mədənin bütünlüklə onun üzərinə ağırlıq salmaqla onu sıxıb onda olan buxarı xaric etməsi üçündür. Ki, mədə onu sıxır, onun öz buxarı xaric olur. Ağciyərin iki hissədən ibarət olmasının səbəbi ürəyin həmin iki hissənin arasına daxil olması və onun hərəkəti ilə soymasıdır. Burada böyrəklər haqqında da söz deyib, sadəcə mən o utanıram, deyə bilmirəm. Yazmışam amma deyə bilmirəm. Hindli soruşdu, bu elm sənə hardandır? İmam Əleyhisselam buyurdu, ata-babalarımdan, onlar Allah Rəsulundan, o da aləmlərin Rəbbi olan Allahdan. Hindli təbib dedi, doğru deyirsən, mən şəhadət verəm, Allahdan başqa heç bir məbud yoxdur. Muhammed onun Rəsulu və bəndəsi. Sən də zamanın ən bilikli alimisən. Şeyx Səduq Əl-Xisal səhifə 1124. Məsələ budur, vay möminlər. Bu qədər fəaliyyətlər nələri aşkar elədi, nələri ortalığa çıxartdı. Fəzl ibn Rəbi hökumət adamı idi. Möminlər, eşitirsiniz, yorulmadınız ki, çox qalmayıb, bitirirəm. Gecənin bir vaxtı buna dedilər, get Cəfər ibn Muhammədi gətir saraya. Bir dənə qulaq asında. Əgər yatağında olsa, elə yataqda da oradan elə o formada götürün gətirin. Bir neçə nəfərlə gəldi bu Fəzl ibn Rəbi, gəldi, yanındakilərine dedi, siz qalın bayırda, mən hasardan düşəcəyəm həyətə. İmam həyətdə idi və dəstəmaz alırdı. Gecə, qaranlıq. Gördü divardan torpaq tökülür yerə. Baxdı, gördü bir nəfər o talvarın üstündədir. Buyurdu, dayan yerində, imam dedi. Mən çıraq gətireyim, ayağın altını görəsən. Ta yıxılmayasan. İmam çırağı yandırdı. Buyurdu, filan tərəfdən gəl, damın üstünə çıx, oradan en pilləkana. İmamın ona bax, danışığına bax. Bu, imamın dediyi kimi elədi və gəldi, yaxınlaşdı, imam salam verdi, ta ki imam elə salam verdi, tutdu imamın biləngindən. Dedi, əmir səni çağırır. Mənsurun səndən işi var. İndi qulaq asın, həyətdədir də İmam Əleyhisselam. Əmmaməsi başında yox, əbası çiynində yox. İmam buyurdu ki, əmmaməmi qoyun başıma, əbamı giyinim, çıxaq. Dedi, yox, mənə əmr ediblər, səni elə belə aparım. Nə vəziyyətdəsən o vəziyyətdə. Həzrət bir neçə dəfə israr elədi ki, mən yaşlı kişiyəm, əyibdir, mən belə bayra çıxmağım yaxşı deyil və s. Qulaq asmadı imama. Tutdu imamın əlindən. Evdə xanımlar, Fatimə balaları, salamlar əleyha. Danışıqları eşidirlər içəridən. Təsəvvür edin, evdə uşaqlar, xüsusən qız uşaqları görürlər gecənin bir aləmi, bir nəfər atalarının biləyindən tutub darta-darta aparır. Bu balaların ağlamaq və qışqırıqları ucaldı. Ağa buyurdu, sakit olun, salamat qaydacıyam, narahat olmayın. Düşünün, 65 yaşı var. Bu məlun mindi ata. Möminlər, imam bizim hər şeyimizdir. İmam bizim ən əzizimizdir. Onun başından bir tük əskiyi olsa bizim ürəyimiz ağrıyar. Bizim ürəyimiz onun ürəyindəndir. 65 yaşında bir yaşlı kişini gətirin gözünün qabağına. Bu məlun mindi ata, imam piyada düşdü bunun da arxasıca. Həddindən artıq çox üzr istəyirəm, xəcalətlə deməyə də utanıram. Amma yazı da belədir, belə yazıblar. Bu məlun atı bərk çapırdı. Dönürdü arxaya, deyirdi, Cəfər, qaç.
Bax belə sözlərlə tez ol deyirdi. Bu məlun deyir, gördüm təngə nəfəs oldu. İmamı gördüm, day təngə nəfəs oldu. Da qocadır da, necə qaçırdarsan onu. Ürəyim yandı. Məlun deyir, ha, mindirdim buna ata. Dedim, mənə belə əmr ediblər, bağışla, mən sən. Belə deyiblər, belə deyirəm. Fəzli ibn Rəbi deyir, mənə dedi, olar mən 2 rükət namaz qılım. Kül belə rozigarın başına ki, Allahın vəlisi belə bir rəzil adamdan icazə alır. Bu zülümlərin kökü boğazına kəndir atılmış kişinin vaxtında qoyulmuş. Oradan başlayıb. İcazə verdi. Ağa 2 rükət namaz qıldı. Əllərin qaldırdı, 2 kəlmə dua elədi. Ya uddəti fi şiddəti. Ey mənim pis anlarımda, pis vaxtlarımda, çətin vaxtlarımda mənim köməyim olan Allah. Bir dənə bunu dedi. Qalxdı ayağa. Gətirdilər ağanı Mənsurun qabağına çəkə-çəkə gətirdilər. Özlərini Mənsura göstərmək üçün ki, darta-darta gətirdilər ki, bax, sən necə deyirsən, elə eləmişik. Mənsur məktubları tökdü ağanın qabağına ki, şiyyələrimə yazmışam bu məktubları. Qılıncı çəkdi yarıya qədər, çıxartdı qınından. Sonra geri qaytardı və bir neçə dəfə bunu təkrarladı. Neçə dəfə qılıncı çıxartdı qınından, saldı yerinə. Sonuncu dəfə qılıncı çıxartdı qınından, yaxınlaşdı, başladı məhəbbət göstərməyə. Fəzli ibn Rəbini çağırdı, dedi ağaya ki, mən deməmişəm. Ağaya da dedi ki, mən deməmişəm səni gətirsinlər. Atı gətirin, ehtiramla onu aparın mənzilinə. Rəbi deyir, qaydandan sonra dedim, əmir, sən axı özün dedin onu get gətir və necə demişdin, elə də gətirdik. Dedi Rəbi, mən ölənə qədər bunu kiməsə desən, sənin nəslini kəsərəm. Amma deyirəm, səbəbini deyirəm sənə. Deyir, qılıncı biraz çəkdim, gördüm Peyğəmbər dayanıb qabağımda. Əvvəl düşündüm, Bəni Haşim sehir bacarır. Bağladım qılıncı, gördüm heç kim yoxdur. Sonra yenə çəkdim, eyni hal oldu. Yenə saldım qınına. Sonuncu dəfə qılıncı çıxardanda Peyğəmbər yaxınlaşdı mənə dedi, onun başından bir tük əskik olsa səni məhv edərəm. Səni məhv edərəm. Xülasə, ağa evə salamat qayıtdı. Qadınlar, uşaqlar hamısı gözləyirdilər. Yığışdılar başına. Düzdür, ondan sonra da çox çəkmədi. Üzümün zəhəri üzümün içində imama yedizdirdi və imamı qətlə yetirdi. İndi möminlər, bir yerə yol alıram ki, aləm dolansa gəlib rozəni orada qutaracaq. Bütün rozələrin bəndinin bağlandığı yer oradır. İmam gəldi, çatdı evə. Qızları, yoldaşları, ondan sonra yaxınları, bacıları, əla-əyi halin balacalar, hamısı imamın yığışdılar başına. Düzdür gözləyirdilər, düzdür qorxurdular, amma İmam Sadiq əleyhissalam qayıtdı evə. Qayıtdı, hə? Qayıtdı. Bir nəfəri də yola salanda bəziləri gözləyirdilər, bəziləri bilirdilər qayıtmayacaq. Bəziləri bilirdi qayıtmayacaq. İmam Sadiq'i evdə gözləyənlər susuz deyildilər, ac deyildilər. Ağanın evindəki uşaqlar qan görməmişdilər, qan görmədilər. Bəlkə də oxlu uşaq bədəni görməmişdilər, bələkdə oxlu uşaq bədəni görməmişdilər. İmam Sadiq əleyhissalam buyurur, İmam Hüseyin əleyhissalam vuruşurdu Aşura günü. Bilirdi ki, xeymədəkilər narahatdılar. Ona görə bir neçə dəqiqədən bir qışqırırdı. La havlə və la quvvətə illa billah. Mesajı göndərirdi xanım Zeynəb salamun aleyha. O da xeyməyə xəbər verirdi ki, salamatdır, İmam Hüseyin salamatdır. Day səs gəlmir. Gördülər, day səs gəlmir. Nə ümid var, nə də səs var. İmam Baqir əleyhissalam buyurur ki, eşitdik Zülcənahın səsi gəlir. Hamımız tökülüşdük bayıra. İmam Baqir əleyhissalam 5 yaşı var. Kərbəla müsibətində. Hamımız tökülüşdük bayıra. Lakin gördük Zülcənah tək gəlib. Sahibi yoxdur, sahibsiz gəlib. Zülcənah ox içindədir. Zülcənah özü qana bulaşıb. Uşaqlar o qədər üzlərinə, başlarına vurdular, özlərindən getdilər.
Özlərindən getdilər. Dövrəyə, əvvəl dövrəyə aldılar. Uşaqlar dövrəyə aldılar. Day bibi gedib. Bibi getdi, Qodali qətligahdadır. Day bibidən xəbər yoxdur. Amma uşaqlar dövrəyə alıblar Zülcənahı, sahibsiz at, qabağa da gedə bilmirlər. Ondan ağlayırlar, üzlərinə, gözlərinə, başlarına vururlar. Onlardan bir balacası gəldi qabağa, bir dənə sual verdi Zülcənaha. Dedi, bir dənə cavab ver. Atama su verdilər, yoxsa susuz öldürdülər. Susuz başın kəsdilər. Bu sualıma cavab ver. Amma da biri getmişdi qabağa, Qodali qətligahdaydı. Elə bir haldadır ki, bibi çatana qədər o qədər daş vurmuşdular o məzlumun başına, üstünə. Qalmışdı bədən daşların altında, axtarır, tapa bilmir. Əli qızı gəzir, tapa bilmir. Budur ki, kəramət baş verdi, möcüzə oldu. Daşların arasından səs gəldi ki, Zeynəb, mən buradayam, axtardığım buradadır. Daşları çəkdi bir-bir, oldu. Səlazənin üstündən gördün nə baş var, nə əl var, nə ayaq var, heç nə yoxdur. Boğazının damarları tökülür torpağın üstüne. Anası boğazından öperdi İmam Hüseyin'in. Anası boğazından öperdi. Ama onun boğazı kalmamıştı. Eğildi yere tökülen damarlardan öptü. Ela la'netullah alel kavmez zalimin.